Salam əleykum. Deməli, bugünkü qonaqlarımızdan biri BMW F30-dur. B47 motordur, 2017-dir. Qardaş, deməli, avtomobili idarə eləyir və xəta verib. Düzdürmü qardaşım? Deməli, avtomobildə xəta var idi. Həmin bu drafting xətası var idi və buna görə yaxınlaşmışdı bizim yanımıza. İndi yaxınlaş bura. Klapanları çək, motorun daxili sistemini. Bax, görürsünüz bərbad vəziyyətdə. Yaxınlaş bura. Kəpənəklərin vəziyyətinə bax. 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 Qurum. Görün nə qədər tutulub. YGR gedən sistem, zaslonka, hamısı tutulub, hamısı bərbad vəziyyətdədir. İndi bunların hamısı aşağı sürətdə sürülür və aşağı sürüldüyünə görə maşın vaxtında regenerizasiya götürə bilmir. Tək BMW-də söhbət yetmir. Bütün dizellərə aiddir. Vaxtında avtomobil ya belə deyək, mütəmadi olaraq dövrlə sayı 3000-də qalsın, uzaq bir məsafə sürün, 20, 25, 30 km ən azından sürün. İndi Euro 6 maşınlarda regenerizasiya öz-özünü götürür. AdBlue sistemi var, AdBlue sistemi təmizləyə bilir DPF filtrini. Amma belə olduğu halda klapanla sistemini, bu kollektor sistemi üçün avtomobil müəyyən müddət qovmaq lazımdır. Və yaxud da ki, yaxınlaşın bizim yanımıza sistemin ümumi paketi formasında endirimlə yuyaq. Ondan sonra mütəmadi olaraq avtomobili qovun ki, hər dəqiqə, hər 2 aydan, 3 aydan bir usta yanına getməyəsiniz. Bağlı geçsin.